Salam əziz müəllimlər, mən Murad müəllim. Bugün sizlərlə 2026-cı il üçün bir imtahandan hazırlaşan müəllimlərə hazırladığımız sınaq imtahanının izahına baxacağıq. Keçək suallara. 21-ci sual. Klinefelter sindromlu bir kişinin somatik hüceyrəsinin mitoz bölünməsinin anafaza mərhələsindəki autosom xromosomlarının sayı həmin mərhələdəki, yəni anafaza mərhələsindəki ekstensial xromosomların sayından neçə vahid çoxdur deyir. Biz bilirik ki, Klinefelter sindromlu bir kişi deyirsə, burada cinsiyyət xromosomları XXY şəklində olmuş olacaqdır. Və anafaza mərhələsində isə həm bu cinsiyyət xromosomların, həm də autosom xromosomların, ümumiyyətlə, yəni somatik hüceyrədə olan xromosomların sayını 2 dəfə artırmış oluruq. Burada bizim normalda autosom xromosomlarımızın sayı 44 idi. 44. Plus üzərinə də 3 dənə bu cinsi xromosomu gəlmiş olacaq artıq. Və anafaza mərhələsində nə baş verəcək? Bu 44 artıb olacaq nə qədər? 88. Ee, Bu cinsiyyət xromosomları da nədir? 2 dəfə artmış olacaq. Yəni 3 dənə cinsiyyət xromosom varsa, bu səfər burada olacaq nə qədər? 6 dənə olmuş olacaqdır. Ee, Və bu 6 xromosomdan sadəcə nədir? Başlanğıc üçün 2, anafaza mərhələsində isə 4 dənəsi nə olmuş olacaq? XX şəklində olmuş olacaq. Və mənə deyir ki, həmin mərhələdə X cinsiyyət xromosomların sayı, autosom xromosomların sayı X cinsiyyət xromosomların sayından neçə vahid çoxdur? Autosom xromosom sayı 88-dir. X cinsiyyət xromosomların sayı da gördüm ki, 4 ədəddir. Bunu bundan çıxaram, qalar nə? 84. Yəni, doğru cavab olmuş oldu A variantı. Daha sonra baxaq 22-ci sualda zolların həzmi və mübadiləsi ilə bağlı verilən fikirlərdən hansı səhvdir deyir. Burada zaten xlorid turşusunun belə deyək, mikroblara təsirini və peşinogeni aktivləşdirməsi haqqında məlumatları biz bilirik. Yəni bu doğrudur. B. Nazik varisatda zulaların hidroloji qələbi mühitdə, mədaaltı vəzi və bağırsaq şirələrinin fermentlərinin təsiri ilə başa çatır. B variantı da getdi. C variantı sağlam yetkin insanda qəbul olunan azot miqdarı xaric olunan azot miqdarına bərabərdir. Zaten kitabda bu məlumatlar var, hər biri doğrudur, yəni götürmürük, səhvi axtarırıq. D variantda deyir, zülalların hüceyrə daxilində oksidləşməsi nəticəsində son məhsul kimi yalnız su və karbon qazı ayrılır. Zulalın tərkibində azot da olduğuna görə bunların parçalanması sadəcə su və karbon qazının ayrılması ilə nəticələnməz. Həmçinin azot ayrılar. Bu səbəbdən D variantım səhvdir. Elə mən də səhvi axtarırdım. Cavab oldu D variantı. 23. Suda qurda yaşayanlarda yuxarı ətraf qurşaq sümüklərinin sayını A olaraq veribdir. Tamam. Baxaq, yuxarı ətraf qurşaq sümüklərinin sayı nə qədər idi? 2 kürək, 2 körpücük, 2 qarğa, plus bir dənə də nə? Döş sümüyü. Yəni 7 sümük. Sürünənlərdə göz qapaqlarının sayının cəmi bir gözündə 3 dənə, digər gözündə də 3 dənə. Cəmi oldu nə qədər? 6 dənə. B bərabərdir 6-ya. C nədir? Balıqlarda arteriya damarı ilə axan qanın növ sayı. Balıqlarda məsəl üçün elə götürək ki, qəlsəməyə gələn arteriyaları götürsək, qəlsəmə gətirici arteriyalar. Burada qan necə idi? Venoz qanı idi. Qəlsəmə çıxarıcı arteriyada isə mən artıq arterial qan görürəm. Demək ki, arteriya damarında 2 növ qan görmüş oldum. C bərabərdir nəyə? 2-yə. Təbii ki, balıqlarda artıq qarışıq qan söhbətini deməyəcəyik. Çünki yox idi bunlarda belə bir şey. A7, B6, C2 toplasam əgər 6, 2, 8 plus 7, 15. A plus B plus C bərabər olacaq nə qədər? 15. Yəni doğru cavab A variantı olmuş oldu. 24. Piramidada şəkilləri verilmiş. Birinci dərəcəli konsumentlərin hərəkət orqanlarının sayını hesablayın deyir. Birinci dərəcəli konsumentlər bunlardır. Bizdə bir dənə ayaq var. Digər isə nədir? 4 dənə qanad plus 6 dənə də nə? Ayaq. 1 plus 4 plus 6 eləyəcək nə qədər? 11. Doğru cavab oldu Y variantı. Sonra 25-ci sual. 25-ci sual zaten belə deyək, miqdə də gördüyümüz, hətta sizi bu cür suallarla çaşdırırlar. O səbəbdən yəni belə bir sual hazırladım, sınağa daxil etdim. Deməli,
Bitkinin A vəziyyətindən B vəziyyətinə doğru vəziyyətini dəyişməsi göstərilir bizə. Və deyir, həmin bu A vəziyyətindən B vəziyyətinə keçməsinə səbəb olan kök və gövdə hərəkətləri aşağıdakılardan hansında düzgün verilmişdir, deyir. Baxın, burada mən birinci bitki dik halda dayanır və kökü də yenə də dümdüz dayanıbdır. İkinci halda isə nə olub? Bunun gövdəsi işıq hardadır? Soldadır. Gövdə hara yönəlib? İşığa doğru yönəlib. Deməli, burada nə var? Fototropizm var da, işığa doğru yönəlmə var. Tamam. Deməli, birinci hissəmin fototropizm olduğunu bildim. İkinci, yəni nəyi? Kökü. Kökünün hərəkətinə baxdığım zaman görürəm ki, burada əhəng olaraq qeyd olunmuş, yəni kimyəvi bir maddədən nədir? Kənarlaşmaq istəyib sanki, qaçıb sanki. Ona görə də kimyəvi maddə adı altında biz xemotropizm belə deyək, bu cür adlandırırdıq və xemotropizmdə artıq mən nə görməliyəm? Sözün qarşısında mənfi işarəsi görməliyəm. Ə, Deməli, əgər ki, əhəngə doğru və yaxud da kimyəvi maddəyə doğru yönəlmiş olsaydı, artıq xemotropizm sözünü tapıb qarşısında da müsbət olanın seçəcəkdim. Deməli, birinci növbədə dedik fototropizmdir. Deməli, A variantında fototropizm görürəm, yox, kökün, daha doğrusu kök üçün verib. Aha, kök üçün verirsə, xemotropizmin mənfi olanını axtaracaq dedik. B variantına uyğundur. Gövdə üçün də fototropizmin müsbət olanını axtarır. Çünki fototropizm baş veribdir. Ona görə müsbət olanı seçirik. B variantı bizim oldu nə? Doğru variantımız. Sonra vələmir və qarğıdallı süpürgə çiçək qruplarında bərabər sayda çiçək var deyir və bu çiçəklərdə cəmi 30 erkəkcik var. Vələmir də qarğıdalı da taxıldır. Hərəsində 3 bu şəkildə, yəni erkəkciklər olmuş olacaq. Və deyir, onların rüşeyin hissələrində maylanmada bilavasitə iştirak etməyən hüceyrələrin sayı nə qədər olar? Qarğıdanın süpürgə çiçək qrupu dediyinə görə rüşeyin hissəsi söhbəti burada olmaz. Sadəcə vələmi üçün olar. Amma bunların sayını tapmaq üçün baxaq görək necədir. Erkək sayı 3-dür və bu üçlü erkəkliklərdən nə qədərdir bilmirəm. Yanına x yazdım. Digəri də yenə də 3 erkəklik var. Yenə də bunlardan nə qədərdir bilmirəm. Amma bunların bərabər olduğunu bilirəm. Ona görə hər ikisinə x yazdım. 30-dur cəmi bunun. X bərabərdir nə çıxdı? 5. Deməli 5 dənə çiçək var imiş. 5 dənə çiçək varsa vələmirdə, hər çiçəkdə rüşeyin hissəsinin içərisində bilirik ki, tutaq ki, yuxarıda 3 dənə, aşağıda da 2 dənə bu cür maylamada iştirak etməyən hüceyrələr olurdu. Bir çiçək, bir rüşeyin hissəsi üçün 5 dənə götürdümsə, 5 vur 5, deməli 25 dənə cəmi hüceyrə nədir? Maylamada iştirak etməyəcəkdir. 27-ci sual. 27-ci sualı zaten mən ayrıca izah etmişəm və həmin video izahı da paylaşmışam. 28-ci sual. 28-ci sualda deyir ki, uyğunluğu müəyyən edin deyir. Mitoxondrilər oksigen istifadə etmir, mitoxondrilər oksigen istifadə edir və burada olan canlıları həmin bu ifadələrə görə nə etməliyik? Qruplaşdırmalıyıq. Mitoxondrilər oksigen istifadə etmir dediyimiz nədir? Yəni, qlikozla enerji əldə etsinlər, yəni oksigensiz mühit üçün keçərli olsun bunun yaşamı. Bu yetkin qaraciyər sorusu məsəl üçün götürə bilərəm. 1-ə A-nı götürə bilərəm. Sonra B xlamidonada xeyr. C yetkin insan asqardi, bəli. Bu da yenə də eyni şəkildə olurdu. AC getdi mitoxondrilər oksigen istifadə etmir. Digərləri yerdə qalanlar xlamidona da və qaraciyər sorusunun qrupu sülfəsi. Bunlar oksigenli olduğuna görə B və D-ni isə 2-yə aid edəcəyəm. B, D. Deməli, 1 AC, 2 BD elə A variantı doğru cavab olmuş oldu. 29. 29. 29-da deyir ki, saf xətlər. A variantında deyir, heterozis effektinə malik xətlərdən ibarət olur. Xeyr. B. Qohum olmayan çarpazlaşma nəticəsində alınır. Xeyr. Qohum olan çarpazlaşma nəticəsində alınırdı. C-də deyir, adətən heterozigot genotipli fərdlərdən ibarət olur. Xeyr. Homozigot genotipli fərdlərdən ibarət olur. D-də deyir, təsərrüfat əhəmiyyətli əlamətlərin möhkəmləndirilməsi məqsədlə alınır. Bəli. D variantımız doğru olmuş oldu.
30-30-cu sualda deyir, yalnız quşlar sinifinin bütün nümayəndələri üçün səciyyəvi olan skelet hissəsi şəkildə hansı rəqəmlə uyğundur? E, deməli, bir nədir? Dimdikdir. E, sonra 2 e, döş sümüyü, döş sümüyün üzərində olan döş tilini göstəribdir. Bunu da zaten biz məməlidə filan görürdük, köstəbəkdə filan görürdük. Yarasada da var idi hətta. Ona görə qəbul edə bilmərik. E, deməli, bud sümüyüdür. 3, bud sümüyü, bunu da götürməyəcəyik. 4 nədir? Pəncə lüləsi. 4 pəncə lüləsidir. Bəli, pəncə lüləsi dediyimiz sümük bütün quşlar üçün nədir? Səciyyəvi bir skelet hissəsi olaraq qəbul edilə bilərdir. Doğru cavab oldu nə? B variantı. Sonra 31-ci sual. 31-ci sualda deyir, ekorit hüceyrələrdə olan sual işarəsi ilə göstərilmiş orqanel ilə bağlı aşağıdakılardan hansı doğru ola bilməz deyir. Hüceyrə mərkəzini verib, 2 dənə sentrioldan ibarət olan. A variantında deyir, hüceyrə bölünərkən özünü ikiləşdirir. Bu doğru olar. B, göbələk hüceyrələrində tapılmır. Bu da doğrudur. Kitabda olan məlumatdır zaten. C'də deyir, ziqotda olan spermdən gəlir. Bu da doğrudur. Bilirik ki, bu nədir? Spermdən yaranır. Spermdən ötürülür ziqota. Yəni yumurta hüceyrədə olmurdu. D, mikroborcuqların təşkil olunmasını təmin edir. Bu da Y membransız olduğu üçün prokaryot canlılarda da tapılar. Xeyr, artıq bu nədir? Yanlış bir ifadə olmuş olacaqdır. Mən bir yerdə oxumuşdum. Bakteriyalarda bölünmə prosesi zamanı həmin o İ telləri deyir, həmin hüceyrənin membranına birləşir və bu şəkildə bölünən zamanda qütblərə dartılmış olur. Belə bir yəni məlumat verilmişdir. 32 32. Bir hüceyrənin bakteriya, göbələk və ya bitki hüceyrəsi olduğuna qərar vermək üçün aşağıdakılardan hansı kifayətdir deyir. Hansı kifayətdir? Deməli, ribosomun varlığının müəyyən edilməsi xeyr. Bu zaten belə deyək, bundan yəni ayırd edə bilmərik ki, bakteriyadır, göbələkdir, bitkidir. Hamısına var onsuz da. Endoplazmatik şəbəkənin varlığının müəyyən edilməsi. Xeyr, birini təyin etsən də digərlərini təyin edə bilməyəcəksən. C. Hüceyrə divarının kimyəvi tərkibinin müəyyən edilməsi. Hüceyrə divarının tərkibinin müəyyən edilməsi, bəli, bu yolla nədir? Sən bilə bilərsən ki, bu bakteriyadır, göbələkdir, yoxsa bitki hüceyrədir. Sellulozadır, glikogendir, yoxsa peptidoqlikandır. Buna uyğun olaraq bilə biləcəksən hansıdır. C variantı doğru oldu. 33. Aşağıdakı cədvəldə 3 fərqli canlı bütün çoxalma xüsusiyyətləri verilmişdir. Buna görə deyir, hansı canlı cütünün eyni növ olduğu qətidir. Hə, hansı canlı cütünün eyni növ olduğu qətidir. Belə, aralarında cütləşmə var, bala əmələ gəlmə yoxdur, balada təkrar çoxalma yoxdur, eyni növ olduğu qətidir. Aha. Ha. Ee, bunun zaten bala əmələ gətirməsi mənfidir. Eyni növ olsaydı ən azından bir müsbət qoyardıq bura. Ee, və istisna olan, məsəl üçün o e, fərqli növlər olurdu, belə deyək də, yəni cütləşirdilər, bala verirdilər. Onları da nəzərə alıb deyərdik ki, yenə də təyin etmək olmaz bunun eyni növ olub olmamasını. Məsəl üçün, aralarında cütləşmə var, amma bala əmələ gətirmirsə, bu ümumiyyətlə müxtəlif formalı, müxtəlif növdən olmuş oldu. Aralarında cütləşmə var, həmçinin bala əmələ gətirir. Bala əmələ gətirirsə, yenə də mən deyə bilmərəm bunun eyni növ olmasını, yəni qəti şəkildə deyə bilmərəm. Ha, biri var bir şeyi sizdən eləcə soruşur, biri də var qəti şəkildə soruşur. Yəni ümumi ola bilər ifadəsi altında soruşur. Bir də var deyir imenli belədir yəni. Qəti şəkildə belədir. O anda artıq nədir? İstisnalar işi korlayır. E, üçdə deyir nədir? Aralarında cütləşmə var, bala əmələ gətirmə.
Primus balada təkrar çoxalma. Hə, məsəl üçün bu söhbətlər ki var, e, bunlarda məsəl üçün bülbül alacəhrək filan var idi. Məsələn, fərqli növlər idi. Cütləşirdilər, dördüncü nəsil verdilər. Buna görə də həmin bu istisnalar yenə də işi pozmuş oldu. Yəni heç birində deyə bilmədim. Ona görə də elə